Əssalamu aleykum əziz bacı və qardaşlarım. Bugün sizinlə yenə gözəl əxlaqlı olmaq haqqında danışacağıq. Bugünkü mövzularımız təvazökar olmaq və bağışlamağı bacarmaqdır. Gəlin bu xasiyyətlərin nə olduğunu ikisini də özündə birləşdirən şəxsdən Peyğəmbərimiz Muhammed Mustafa sallallahu əleyhi və səlləmdən öyrənək. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurmuşdur: Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Təvazökar olmaq. Bismillahirrahmanirrahim. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Allahın peyğəmbəri olsa da əsla kibirləməz, özünü üstün görməz və həmişə səhabələrinə hər kiçik və böyük işdə kömək edərdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir məclisə daxil olanda özü üçün ayağa qalxılmasını istəməz və harada boş yer tapsa orada əyləşərdi. Onu tanımayan bir qərib gələndə, hansınız Məhəmmədsiz? Deyə soruşardı, çünki geyimi və oturuşu ilə başqalarından fərqlənməzdi. Mədinədə məscid tikilərkən və ya şəhərin müdafiəsi üçün xəndəklər qazılarkən o, sadə bir işçi kimi daş daşıyar, torpaq qazardı. Səhabələri buna mane olmaq istədikdə isə, mən də sizin kimi bir Allahın quluyam deyə cavab verərdi. Uca Rəbbimiz Peyğəmbərimizə sallallahu əleyhi və səlləm möminlərə qarşı təvazökar davranıb onları müdafiə etməyi əmr etdi. İnsanlara qarşı kibirlənməməsini istədi. Özünü öyərək təmizə çıxarmasını tənqid etdi. Qullarının kibirli şəkildə gəzməsini qadağan etdi. Kibirlənməyənləri axirətdə xoşbəxt edəcəyini bildirdi. Uca Allah öyünənləri sevmir. Öyünənlərin başına nə fəlakət gəldiyinə nümunə olaraq Qarunu göstərdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təvazökar olanları uca Allahın ucaldacağını xəbər verdi. Kibirlənənlərin yerinin isə cəhənnəm olduğunu ifadə etdi. Qəlbində zərrə qədər kibir olan şəxsin cənnətə girə bilməyəcəyini bildirdi. Allah Təalanın kibirlənən yoxsulla danışmayacağını, onu təmizə çıxarmayacağını, üzünə belə baxmayacağını, onu şiddətli əzabla cəzalandıracağını xəbər verdi. Beləliklə kibrin yoxsulların simasında daha pis göründüyü bilinmir oldu. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin həyatındakı təvazö nümunələrini saysaq video çox uzun olar. Ona görə də bir neçəsini qeyd edək. Evində ailəsinə yardım edərdi. İndiki zamanda isə kişilər ev işi görməz kimi bir anlayış var, bunun səhv olduğunu Peyğəmbər olduğu halda evdə xanımlarına kömək edən Məhəmməd sallallahu aleyhi və səllamdan görürük. Uşaqlara salam verərdi. Hər hansı bir xidmətçinin gəlib əlindən tutmasına, özünü istədiyi yerə aparıb dərdini açmasına etiraz etməzdi. Kasıblarla bərabər gedib onların ehtiyaclarını qarşılamaqdan çəkinməzdi. Kölələrin dəvətini qəbul edər, onlarla birlikdə yerdə oturub yemək yeyər, ən yaxşı atlara minməyə imkanı olduğu halda uzunqulağa minərdi. Əgər kəlləğaça və ya kürək, qabırğa yeməyə dəvət edilsəm, dərhal gedərəm. Əgər mənə kürək və ya kəllə parça hədiyyə edilsə, dərhal qəbul edərəm, deyərək insanların adi və əhəmiyyətsiz hesab etdiyi hədiyyələri belə qəbul edəcəyini bildirərdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin həyatı belə təvazö nümunələri ilə doludur. Bağışlamağı bacarmaq. Bismillahirrahmanirrahim. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona düşmənlik və əziyyət edən insanları cəzalandıra biləcəyi anda onları bağışlamışdır. Bəli, Məkkənin fəthi günü. O günkü bağışlanma bir daha yer üzündə görünməyəcək. İllərdir səhabələrinə və özünə əziyyət edən, onları yaşadıkları yerdən qovub hicrətə məcbur edən Məkkə müşriklərini bağışlayan bir rəhmət. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm o gözəl gündə belə demişdir: Bugün sizə heç bir qınaq yoxdur, gedin, hamınız azadsınız, eyni Yusuf əleyhissalam kimi demişdir. Taifdə insanlar onu daşlayıb yaralamışdı. Mələk gəlib, istəsəm bu iki dağı onların başına endirim dedikdə, o qisas almaq yerinə, xeyr, bəlkə onların nəslindən Allaha inananlar gələr. Allahım, onları bağışla, çünki onlar nə etdiklərini bilmirlər, deyə dua etmişdi. Allahın izni ilə dediyi kimi də oldu, onların nəsillərindən Allaha iman edən qullar çıxdı. Allah Teala qullarını əfv etməyi, onlara qarşı yaxşı davranmağı, qüsurlarına baxmamağı əmr etmiş, belə davrananları əfv edəcəyini vəd etmişdir. Günahı bağışlayan kimsənin dəyərini Allah Teala artıracaqdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm canına qəsd etmək istəyənləri belə bağışlamışdır. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özündən yardım istəyərkən xirqəsini sərt şəkildə dartdığı üçün boynuna iz salan bədəvini, verdiyi ət yeməyi ilə onu zəhərləmək istəyən yəhudi qadını,
Bir ağacın altında yatarkən qılıncını çəkib onu öldürməyə çalışan adamı. Ədəb qaydalarını bilmədiyi üçün Məscid-i Nəbəvidə tualet ehtiyacını görən bir bədəvini bağışlamışdır. İslam gözəl əxlaqdan ibarətdir. Biz də Allah Təaladan əxlaqımızı gözəlləşdirməsini niyaz edək. Allah bizə gözəl əxlaq, sarsılmaz iman versin və bizi cənnətinə alsın. Allaha əmanət olun.